Salam, bugün kimya 8-ci sinif 2-ci bölmədən suallara baxacağıq. Birinci mövzunun sualları kimyəvi rabitə oktet qaydası. Öyrəndiklərinizi tətbiq edin hissəsindən başlayaq. Dövri cədvəldən istifadə etməklə kalsium, hidrogen, bor, alüminium elementlərindən dublet qaydasına uyğun kimyəvi stabillik qazanan atomları müəyyənləşdirin. Gəlin baxaq, elə dövri sistemi burada görürük. Sıra nömrəsi kalsium 20-dir, hidrogen 1-dir, bor 5, alüminium 13. Elektron formullarını yazmalıyıq hər birinin. 2p6, 3s2, 3p6. Bura kimi oldu? 18, 3d0, 4s2 olur. Dublet qaydası isə elektron formulu NS2 formuluna malik olanlarda olur. Bu NS2-yə uyğundurmu? Bəli, uyğundur. Götürürük. Hidrogen 1s1. Bu isə uyğun deyil. 2 elektron olmalıydı ən az S-də. Və bora baxaq. 1s2, 2s2, 2p1. Bu da uyğun deyil. Yəni, burada dayansaydı, 2p1 var, artıq olmaz. Alüminium 1s2, 2s2, 2p6, 3s2, 3p1. Bu da dublet qaydasına uyğun deyil. Xarici elektron təbəqəsində 3s2, 3p1-dir. Cavab ona görə olur kalsium. İkinci suala nəzər salaq. Natrium müsbət iyonu ilə neon atomunun oxşar və fərqli cəhətlərini müqayisəli təhlil aparılır. Neon. Deməli, neon yerləşir burada, natrium isə burada. Natriumun atom kütləsi 23-dür, proton sayı 11-dir, neytron sayı tapsaq 12. Natrium müsbət iyondaxı. Müsbət o demək ki, bu bir elektron verib, yəni 10 elektronu var. Neon isə sıra nömrəsi 10-dur. Həmçinin neonun fərqli cəhətləri odur ki, atom kütlələri fərqlidir, neytronlar fərqli olacaq. Amma ki, bu neytral atom olduğu üçün bunun elektron sayı da 10-dur. Həmçinin elektron formulları da eyni olacaq. 10 elektron olduğu üçün hər birində 1s2, 2s2, 2p6 elektron formuluna malikdirlər. Buradan daha dəqiq baxa bilərsiniz neonun atom kütləsinə. 20-dir. Atom kütləsi 20-dir, neytron sayı da olacaq 10. Fərqli olacaq. Üçüncü suala nəzər salaq. Oktet qaydasını elementlərin metallıq və qeyri-metallıq xassələrlə əlaqələndirin. Cavabınızı natrium və xlor misalında izah edin. Baxaq. Deməli, natrium və xlor. Natriumun sıra nömrəsi 11-dir, xlor 17. Elektron formulunu yazaq hər birin. 1s2, 2s2, 2p6, 3s1. Xlor isə 1s2, 2s2, 2p6, 3s2, 3p5, 17-yi tamamladıq. Deməli, bu natrium oktet halına gəlməsi üçün, oktet vəziyyətinə gəlmək üçün bu nə etməlidir? Bir dənə elektron verməlidir. Baxın, buradakı bir elektronu verməlidir. Bir elektronu versə, gəlir təsir qazlardan neonun elektron formula uyğun. Ümumiyyətlə, oktet qaydası o deməkdir ki, bu element yəni iyon alır ya da verir və özünə ən yaxın təsirsiz qazın elektron formuluna malik olur. Burada özünə ən yaxın neondur. Deməli, metallar yerləşir sol tərəfdə və bunlar oktet qaydasına keçdikdə özünə ən yaxın təsirsiz qaz özündən bir dövr yuxarıdakıdır. Xlora baxın. Xlorda isə 3s2, 3p5-dir. Bunu deməli 3s2, 3p6 formasına gəlmək üçün bir elektron alması lazımdır. Yəni burada natrium müsbət olmalıdır.
2 deməli 2s2 2p6 olsun. Bu isə xlor mənfi olmalıdır. Bir dənəsini verməlidir. 3s bu almalıdır daha doğrusu üzr sayın. 3s2 3p6 bir elektron almalıdır qeyri-metal. Deməli, qeyri-metallar oktet vəziyyətinə gəlmək üçün elektron almalıdır, metallar isə elektron verməlidir. Həmçinin qeyri-metallar oktet vəziyyətinə gəldikdə özünə ən yaxın təsis qazı ilə özü ilə eyni dövrdə yerləşir. Bu da onların, yəni metallar və qeyri-metal xassələrlə əlaqələndirdik. Həmçinin misallar da üzərində elə getdik. Deməli, keçək öyrəndiklərinizi yoxlayın hissəsinə. Birinci suala baxaq. Atomun kimyəvi stabilliyi nə deməkdir? Cavabınızı bir nümunə üzərində izah edin. Atomun kimyəvi stabilliyi o deməkdir ki, atomun xarici təbəqəsində 8 elektron olduqda və yaxud da yəni oktet vəziyyətində olmalıdır, ya da dublet vəziyyətində olmalıdır ki, ən stabil halı olsun. Vəziyyəti yəni ya belə olmalıdır, NS2, NP6 və yaxud da NS2 olmalıdır, dublet vəziyyətidir bu. Bu isə oktet. Məsələn, təsis qazlarda misal göstərərik buna. Oktetə uyğun təsis qazlarda neon misalında 10-dur. 1s2, 2s2, 2p6. Bu, onun ən stabil olduğu haldır. Ona görə də bu təsis qazlar molekullardan deyil, atomlardan təşkil olunub. Digər atomlar da xarici təbəqələrində elektron alış-verişi və ya ortaq istifadəsi ilə dövrü cədvəldə özlərinə ən yaxın olan təsis qazlarının xarici təbəqəsinə bənzədir və onlar da keçirlər stabil hala. Və yaxud da dublet vəziyyəti. Dublet vəziyyətinə misal kimi maqneziumu göstərə bilərik. Sıra nömrəsi 12-dir. 1s2, 2s2, 2p6, 3s2. Bu da stabil haldadır, dublet vəziyyətindədir. Ona görə o da sadəcə bir maqnezium atomundan ibarətdir. İkinci, flor və alüminium atomlarının xarici təbəqələrinin oktet qaydasına uyğun tamamlama sxemlərini tərtib edin. Deməli, flor sıranımızı 9-dur. Dövr sistem cədvəlinə tala bilərsiniz bunu. Alüminium isə 13-dür. Gəlin, baxaq bunun normal halda elektron quruluşu. 1s2, 2s2, 2p5. Bu deməli, oktetə gəlməsi üçün nə etməsi lazımdır? 2s2, 2p6-ya gələ bilər də, ona ən yaxın olan 2s2, 2p6 elektron formula malik olan təsis qazdır. Bir elektron ala bilər. 1s2, 2s2, 2p6 olar. Sonra alüminiumda nə baş verər? 1s2, 2s2, 2p6, 3s2, 3p1. Bunu isə deməli, oktet vəziyyətinə gəlməsi üçün nə etməsi lazımdır? Bu 3 dənə elektron verib, alüminium 3 müsbət ionuna çevrilib, 1s2, 2s2, 2p6 bu elektron formuna malik olar. Özünə ən yaxın üçüncü təsis qazın formulu belədir. Xarici təbəqələrinin oktet qaydasına uyğun tamamlama sxemini tərtib edin. Bu deməli bu şəkildə yazırıq. Flor neytral halda bu nüvə kimi düşünək. Energetik səviyyələri yazaq. Deməli, birinci təbəqədə 2 elektron, 2s2, 2p5. Oldu. İndi kesir flor 9 mənfi. Yəni burada 10 dənə elektron var artıq. Bu zaman nə baş verəcək? Nüvəni mərkəzdə yazaq.
Birinci təbəqədə 2 elektron, ikinci təbəqədə artıq 1 elektron almış olur. 2, 3, 4, 5, 6, 7, da 8. Alüminiuma gəldikdə onun 3 energetik səviyyəsi var. Birincidə 2, ikincidə deməli 2s2, 2p6, 10. 10.9, yəni ona tamamlanır 8 dənə. Neçə oldu? 2s2, 2p6. 10. Və 3s2, 3p1. Keçəndə oktetə alüminium 3 müsbət olur. Artıq bunun 3-cü energetik səviyyəsində elektron olmayacaq. 2s2, 2p6 oktet vəziyyətinə gəlir. Bu da belə. Üçüncü və sonuncu suala baxaq. Hansı elementlərin atomları elektron olaraq elektron quruluşu baxımından arqon atomuna oxşaya bilər? 2 nümunə göstər. Hansı elementlərin atomları elektron alaraq deyir, baxın. Burada diqqəti eləməli olduğumuz məsələ burada elektron alınması deməkdir. Arqonun sıra nömrəsinə yaxın olanları siz seçə bilərsiniz ki, eyni dövrdə olsun da. Elektron alanlar hansılardır? Qeyri-metallar. Arqonu harda görürsünüz? Xlorun yanında. Xlora aid artıq çox misal verdik. Məncə fosfordan, kükürddən gedə bilərik. Fosforumuz P15, kükürddəki S16. Buradan deməli, əvvəlcə bunların elektron formulunu yazaq neytral halda. 2s2, 2pb, 2p6, 3s2, 3p3. Aha, bunun 3s2, 3p6 olması üçün nə qədər elektron alması lazımdır? 3 elektron. O zaman belə olacaq. 3s2, 3p6 və arqonun formunu oxşadır. Arqonu da yazsaq belə 18-dir də 1s2, 2s2, 2p6, 3s2, 3p6. Baxın, biz 3s2, 3p6-nı qurmalıyıq. Şurada isə 1s2, 2s2, 2p6, 3s2, 3p4. Bunun 3p6 olması üçün nə etməsi lazımdır? 2 dənə elektron alması. Bu da alır 3s2, 3p6 elektron formuluna malik olur. Nümunəmizi də göstərdik. Sağ olun. Bu qədər.